Həm müasir standartlara cavab verən Füzuli şəhəri Mirzə Ulugbəq adına bir nömrəli tam orta məktəbdə hazırda 644 nəfər şagird təhsil alır. Onların təhsil prosesi 39 nəfər müəllimin məsuliyyətli çiyinləri üzərində qurulub. Qeyd etməliyəm ki, Böyük Qayıdış proqramı çərçivəsində irəliləyən zamanlarda həm şagirdlərin, həm də müəllimlərin sayı artacaq. Ancaq bugünə qədər məktəb ümumilikdə 30-dan çox məzun buraxıb ki, bunların da böyük əksəriyyəti ali təhsil müəssisələrinə qəbul olublar. Bu məktəb sadəcə bir məktəb deyil, bu azad olmuş torpaqlarda yenidən dirçələn bir təhsildir və biz də bu təhsilin bir işçiləri olaraq, fədailəri, işçi qıraçanları olaraq bizim çiynimizdə yaxşı mənada bir məsuliyyət var ki, burada yetişməkdə, böyüməkdə olan gənc təlim tərbiyəsinin milli mənəvi dəyərlərə xas, eyni zamanda yüksək akademik biliklərə sahib olmaları üçün var qüvvəmizlə çalışırıq və bu müddət, ötən bu 3 il müddət ərzində bizim məktəb heyəti müəyyən uğurlara imza atıb, məzunlarımız ali məktəblərə qəbul olmuşdur. Eyni zamanda müəyyən fənlər üzrə müxtəlif bilik müsabiqələrində, yarışlarında qalib olmuşdur. Biz çox özümüzü qürurlu hesab edirik. Çünki bu məktəbdə fəaliyyət göstərmək özü bir yaxşı mənada şərəfdir. Şəhidlərin qanı bahasına əldə edilmiş torpaqlarda işləmək qürur vericidir. Yəni qürur veririk, yeni bir həyatdır, yeni bir dönəmdir. Elə bir ki, yeni bir başlanğıca başlamışıq da buradan. Uşaq ilk addımlarını atar başlayar. Biz də burada yenidən bir il ki, həyata gəldik, burada davam edirik. Gələcəyə daha sağlam övladlar yetişdirmək, yeni belə deyək də Azərbaycan inkişafı üçün yetişən gənc nəsil yetişdirmək. Həmişə Azərbaycan bayrağını yüksəldə bilən, Azərbaycanla qürur deyən övladlar yetişdirməkdir məqsədimiz. Bu məktəbdə çalışmaq həm qürurludur, eyni zamanda məsuliyyətli bir işdir. Biz gələcək üçün güclü Azərbaycan vətəndaşları yetişdiririk. Eyni zamanda o şagirdlərin akademik bilikləri ilə yanaşı, həm də məsuliyyətli bir vətəndaş kimi vətənpərvər yetişmələri üçün əlimizdən gələni edirik. Mən bura qayıtdığıma görə çox xoşbəxtəm ki, həmişə atam mənə danışardı ki, mənim uşaqlığım orada belə keçib elə. Mənə də marağım artdı ki, yəni daha yaxşıdır, məncə maraqlıdır. Gələndə yəni çox sevincliyəm ki, mən burada oxuyuram, burada qalıram. Buradakı şəraiti məncə orada yox idi. Çünki burada laboratoriyalar, fizika otağı, biologiya otağı daha maraqlıdır. 3 ildir fizikaya keçmişəm. Burada məktəbimizdə keçilən yüksək səviyyəli təhsildən razıyam. Məktəbimizin hər cür şəraiti var və bu da bizim dərslərimizi daha yaxşı oxumağımıza təsir eləyir. Bura çox gözəl bir yerdir. Burada yaşamaq mənim üçün qürur vericidir. Burada mən institutu qurtarmaq istəyirəm. Bura çox gözəl bir yerdir. Parklar, həyətlər çox gözəldir və müəllimlər və məktəblər hər dərsi sevirəm.